Şimali Amerikada yerləşən böyük göllər sisteminə 5 iri göl daxildir. Yuxarı Huron, Michigan, Erie və Ontario. Bu göllər dünyanın şirin su ehtiyatının 20%-ni təşkil edir. Bu göl sistemindəki suları Amerikanın ərazisində bərabər şəkildə bölüşdürsək, onun səthində 0,5 metr hündürlüyündə su hövzəsinin yarandığını görmüş oluruq. Bu göllərin ən böyüyü Yuxarı göldür. Bu dünyanın ən böyük şirin su gölüdür. Onun ərazisindən digər 4 gölü də yerləşdirmək olar. Bu göl bir çox ölkələrin sahəsindən hətta böyükdür. Göllər sistemi ABŞ və Kanada ərazisində yerləşir. Michigan gölündən başqa digər göllər ABŞ və Kanadanın sərhədində yerləşir. Gölə kənardan baxdıqda daxili dənizə bənzəyir. Gölün səthində fırtınalar 9 metr hündürlüyündə dalğaları yaradır. Bu da gəmiçiliyə çox böyük ziyan vurur. Demək olar ki, son 200 ildə 300 gəmi bu göldə batmışdır. Ona görə də bu gölü gəmi qəbristanlığı adlandırırlar. Göl demək olar ki, maraqlı cəhətlərindən biri də onların çay vasitəsilə bir-birinə əlaqə saxlamasıdır. Gölün iqlimə çox böyük təsiri var. Bunun ətrafında çoxlu insanlar məskunlaşmışdır və 40 milyon əhalini su ilə təchiz edir.